Xütbəmizin sonunda istərdim ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya göz açmış Şuşa şəhərində xan qızı Xurşudbanu Natavanın İmam Hüseyn haqqında dediyi sözləri paylaşım sizinlə. Söylə Hüseynə ey səba, kərb-ü bəlaya gəlməsin. Söylə Hüseynə ey səba, kərb-ü bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərdi bəlaya gəlməsin. Söylə ginən gətirməsin Küfəyə nazlı əkbəri, zülm ilə qanına batar hürre-i müşki əmbəri. Bəlkə firəngə tək apar cümlə-i Ali Heydəri, zibh-i əzim üçün bugün Küh-i minaya gəlməsin. Söylə gətirmə Qasimi, qatili eyləri şitab, toyda olur yəqin onun qanına əlləri xizab. Görmə rəva ki şümridün din evin eyləsin xərab. Rəhm eyləsin o Zeynəbi, bəxti bəraya gəlməsin. Yetsə əgər xəbər sənə, öldü bu müslimi əqil. İbn-i Ziyad nəşimi gərç edibdir çox zəlil. Qüslü hənut olmadı, oldu qənarədə qətil. İstəmirəm əyalını, qoyma əzaya gəlməsin. Söylə Hüseynə ey səba, kərb-ü bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərdi bəlaya gəlməsin.